Hər vaxtınız xeyir qızlar. Necəsiz? İnşallah hər biriniz yaxşısınız. Videomla qarşılaşan hər kəsi salamlayıram. Kanalıma və yeni bir vloguma xoş gəlmisiniz deyirəm. Videonun başlığından da anladığınız kimi bu vlog market alışverişi vlogu olacaq. Ümid edirəm sona qədər maraqla izləyəcəyiniz, bəyənəcəyiniz bir vlog olar. Bu vlog da gecikmiş vloglardan biridir. Oğlum maaş aldığı günü alışveriş etmişdi. Bizdən xəbərsiz, yəni məndən xəbərsiz. Demədən, yəni ki, alışveriş edib. Yəni desəydi, bəzi əskiklər var, yəni alışverişin içində. Mənə desəydi, öncədən siyahı tutub verərdim. Lazım olanları alardı. Yenə də sağ olsun, Allah qazancına bərəkət versin balamın. Demək olar ki, çox şey alıb. Bəzi bir-iki çatışmayanlar var. Onları daha sonra getdim, özüm aldım, əlavə etdim. Və dedim elə sizinlə birlikdə nə aldıqlarımı göstərim və hamısını sizinlə bir yerdə yerləşdirim yerinə. Və bu vlog alışveriş və ərzaq yerləşdirmə vlogu olacaq da. Və belə qızlar, keçid edək vlogumuza. İstəyirəm bu vlogu şərh etmədən təqdim edim sizə. Sürətləndirilmiş rejimdə qoyacağım ki, sıxılmadan izləyəsiniz. Bu arada qızlar, alışveriş 450 manat tutdu və alışverişi Rahat Marketdən etmişdi. Daha doğrusu meyvə tərəvəzdən başqa hər birini marketdən alıb, bir tək meyvə tərəvəzi tərəvəz dükanından alıb. Və belə qızlar, çox uzatmadan keçid edək vlogumuza və sona qədər izləyin. İnanıram ki, bəyənəcəksiniz vlogu. Sonda yerləşdirmə falan çalışmışam, maraqlı bir vlog alındırım. Bu arada qızlar, kiçik bir ricam olacaq sizdən. Videonu izləyərkən bəyənməyi də, yəni dəstək olmağı da unutmayın. Və buyurun izləyin, sizə xoş izləmələr.
belə xanımlar, aldıqları bu qədər idi. Demək olar ki, çox şey alıb, dediyim kimi, bəzi çatışmayanlar var idi. Onları da daha sonra getdim, özüm aldım. Məsələn, paraşok falan belə şeylər, qab yuma mayəsi falan unutmuşdu. Onları da daha sonra pul verdi ki, gedib özün alarsan. Daha sonra aldım deməyim odur. Və elə paketləri boşaltdım. İndi dedim, sizinlə elə bir yerdən bunları yerləşdirək. Ərzaqları paketlərdən boşaltdıqdan sonra gedib soyuducunu təmizlədim, amma o hissəni çəkməmişəm. Dedim, yəni sıxıcı gəlməsin sizə izləyərkən, ona görə ancaq ərzaqları soyuducuya yerləşdirərkən çəkmişəm. Və belə qızlar, soyuducuya aid olan bütün ərzaqları yerləşdirdim. Videonu da sürətləndirdim ki, izləyərkən sıxılmayasınız. Son görüntü belə oldu. Hər birini səliqəli yığdım öz yerinə. Və ümumiyyətcə belə vloqlarda bunu qeyd etmişəm. Soyuducunun düzəni həmişə düzənli olmalıdır. Yəni takıntılıyam bu barədə. Xoşum gəlir soyuducu səliqəli olsun. Bu arada qızlar, deyəsiniz o yumurtaları niyə ayrı-ayrı qoymusan? Ona görə qoymuşam ki, bayaq gördünüz, alış-verişdə də yumurtalar alınmışdı. Onlar da kənd yumurtasıdır. Sadəcə olaraq mağazadan alınan kənd yumurtasıdır. Digəri isə
kənddən gələn yumurtalardır. Ona görə də bilim hansı deyə ayrı-ayrı qoymuşam. Və əti də burada hələlik ki buzluğa qoydum. Yəni həm vaxtım yox idi, həm təzə alınan əti həmən doğramıram da, biraz soyuducuda gözlədirəm, daha sonra doğrayıram. Və daha sonra göyərtini də hələlik qoydum ki, o da daha sonra vaxtım yox idi, onu da sonra təmizləyərəm. Sasikalar da yuxarıda öncədən alınan sasikalar var idi deyə bunu aşağı buzluğa qoydum ki, yəni yuxarıdakı bitsin, daha sonra onu çıxardaram. Yəni o digərləri bitəndən sonra qoyaram üst qata. Və yağların da bəziləri hansı ki yuxarıda var idi, onları da zapasda olanları da atdım buzluğa. Quru ərzaqları da hər birini yığdım öz yerlərinə, yəni saxlama qablarına yerləşdirdim yerinə. Daha sonra orada işim çox idi əslində, amma belə çox da detaylı çəkmədim ki, video çox uzun olmasın, sıxıcı olmasın. Orada balonla qatıq var idi, onları yəni balaca bankaları hamısını yığdım, daha sonra yerləşdirdim soyuducuya. Bir sözlə xırda çox iş var idi. Çox da detaylı çəkmədim bir sözlə. Və videom bu qədər oldu bu dəfə. Ümid edirəm bəyəndiniz bu vlogumu da və videom sona çatdı. Bu da o deməkdir ki, sağollaşmaq vaxtıdır. İnşallah növbəti vlogda görüşmək ümidi ilə bugünlük də sizinlə sağollaşıram. Sağ olun, sağlıqla qalın, özünüzə yaxşı baxın.